Salam qızlar, necəsiz? Nəhayət ki, mən bu günləri gecə saat 1-də qərar verdim ki, bu pəncərəmin altında olan nə ki geyimlərim var, hamısını bütün vloqa yerləşdirəcəm. Çox böyük bir unpacking olmalıdır burada. Yəni bilmirəm neçə saata çəkəcəm bu videonu və yaxud da ki neçə günə, amma bugündən start verdim ki, mən oranı boşaldacağım. Çünki artıq hövsələm də çatmır. Aldıqlarımı belə unuduram. Hətta hərdən elə olur ki, bir şeydən 2 dəfə almışam. Sonra evə gələndə baxıram ki, ay daxı mən bundan almışam. Yəni o dərəcədə artıq mən doğrudan bezmişəm ki, yəni necə mən bir daha vaxt tapıb bunları oradan çıxara bilmirəm. Amma bu günləri sistem olunmuşam. Sistemdən sonra bilməm demişdim sizə yoxsa yox, çox bərk xəstələnmişdim mən. Və bu günləri sistem olundum. Təng nəfəsliyim var. Tam olaraq belə özümü yaxşı hiss edirəm. Ancaq ki, belə danışanda çox təngi nəfəs oluram. Amma hər bir halda dedim, yox, çəkəcəm vlog. Və saçımı da ukladka eləmədim. Qəşəng hörmüşəm. Əslində dünənin hörüyüdü. Amma düşünürəm ki, çox pis də qalmır. Bu günləri başlayırıq bütün oraları söküb dağıtmağa. Deməli, burada nə istəsəz var da, hansından başlayacağımı bilmirəm. Hardan başlayım, hansından başlayım? Bu arada yağış yağır. Baxın, oradan bura qədər hamısı geyimlərdir. Hətta korobkalar da. New Yorker'dan başlayaq birinci. İnana bilmirəm ki, mən artıq bunların videosunu çəkirəm. Bunu əslində vlogda görmüşdünüz əynimdə. Amma belə evə gəldim, videosunu çəkməliydim. Çəkmədiyim üçün də təzə paltarların arasına qoydum. Elə o vaxtdan burada qalıb. Bəlkə də 1-2 aydır. Bunu New Yorker'dan almışdım. Deyəsən 20 manata. Oy. Təngi nəfəsəm, həqiqətən çətinlik çəkirəm danışmaqda. Belə cins şalvarlarla geyinmək üçün almışam mən bunu. Xoşuma gəldi, qəşəngdir. Hətta qəşəng rəngi də var. Bu nə? Hə. Etiketi belə qalıb üstündə. Sizə deyim, bunu mən nə vaxt almışam. Noyabrın axırları idi. 40 manata. Əslində bu koftadan çox xoşum gəldi. Bunun qara rəngi də var idi və dəmirləri gümüşü olanını. Amma bu daha çox qəşəngdir. İndi əynimdə də geyinəcəm, baxarsınız. Belə, amma mənə elə gəlir ki, bunun qaşları, tökülən qaşlara, qaş deyərkən dəmirlərdir, sən çox bərk kreylə yapışdırılıb. Sonra, burada ən çox sevdiyim, baxın bu koftadır. Bunun da qiyməti 37 manat. Deyirəm, bəlkə belə çəkim, belə daha maraqlı olar, həm məni görəcəksiniz, həm də əlimdə göstərəcəm bunları sizə. Deməli, bunun arxası belə tüldür. Çox gözəl də naxışı var. Və bodydir. Bilmirəm, geyinim, göstərim sizə. Onda daha çox vaxt aparacaq. Onsuz da belə hər dəfəsində geyinirəm, harasa gedəndə. Məncə, elə göstərsəm, daha maraqlı olar. Hər dəfə nəsə geyinəndə təngi nəfəs oluram. Əlimdə görəndə sizlərə deyəcəm ki, baxın, bunu təzə almışam. Belə bir videolar çəkə bilərəm. Amma indi geyinib soyunsam, mən çox belə yorula bilərəm. Və bunu da göstərim. Bu hissəsi belə büzməli. Hamısını cins şalvarla geyinmək üçün almışam. Çox rahatdır, materialı da çox qəşəngdir bunun. Və mənim sevdiyim rəngdir. Bu neçənci kofta oldu? 1, 2, 3, 4. Hələ ki 4. Və 5. Belə. Adi sadə kofta 20 manata. 5. Və bir də belə bir
Krop almışam. Neçəyə? Bu da 20 manat. M ölçü. Belədir. Əslində keyfiyyəti çox qəşəngdir. Bu vadalaskam da buradan çıxdı. Mən elə gəlir ki, mən bunu sizlərə göstərmişəm, amma yenə də göstərirəm. Belə qara sadə vadalaska. Bu da bodydir. Çox sevirəm bunu. Və bir də qızlar, hamısı tərsinə çevirmişəm, elə də qalıb. Bunu bu yaxınlarda New Yorker'dən almışam. Çox da bəyənərək aldım. Qiyməti 37 manat. Belə bütün bisirli, qaşlı maşlı koftadır. Cinslə çox gözəl görsənir. Mən birinci New Yorker'dən başlamaq istəyirəm. Onları tam bitirib keçəcəm başqasına. Heç bilmirəm o tərəfdə nə var. Bir dənə də New Yorker'dən. Allah haqqı bilmirəm burada nə var qızlar. Gəlin baxaq. Qızlar, fikirləşdim ki, bəlkə əynimdə də geyinim baxasınız. Məncə elə daha maraqlı alınacaq. Deməli, belə bir tişört almışam. Əslində kişilər üçündür. Amma mən çox sevdim də bunu. Xüsusən də bu çəhrayı rəngi. Qiyməti 30 manat. Mən isə 2 ədədini almışam. Bir çəhrayı, bir də qara. Və belə bir lasin almışam. Bunun da qiyməti 30 manat. Bunun arxa hissəsini çox bəyənirəm. Qəşəng oturuşu var. Bel hissəsi də belə, içi də qalındır. Baxaq görə New Yorker'dan qurtardıqsa mən bunları bir-bir geyinim. Burada nə qaldı? Extra brand. Oxo. Məncə New Yorker'lə burada işimizi bitirdik. Tişörtün oturuşunu çox bəyənirəm, rahatdır. Amma bir problem var ki, elə bilirəm ki, material olaraq çox tez qırışır. Keyfiyyəti yəni normaldır, nə bilim, xoşuma gəldi. Ön hissəsinin detayı da çox bəyəndim. Heç demək olar ki, kişilər üçündür. Bir də lasina da budur, qızlar. Çox rahatdır. İçərisi də belə biraz qalındır. Əsl qışa uyğun. Qəşəng isti saxlayır. Heç istəməzdim belə qırışlı formasını göstərim sizə, amma dedim, əybi yox. Özünüz ki, siz necədir qızlar, bu da qəşəng, rahat. Sırf elə lasinanla geyinmək üçündür. Çox qəşəngdir. Sadəcə olaraq ütüləsəm, o zaman daha qəşəng görsənəcək. Belə səliqəsiz görünə bilər. Qızlar, bu koftanı geyindim, amma şalvar Terranova'dandır və o qədər şok yaşayıram hal-hazırda. Mən bu şalvarı alanda elə qəşəng otururdu əynimə. Bu hissələri biraz boş idi. Arxadan çox qəşəng otururdu. İndi partlayır da şalvar əynimdə. Gücünə bağladım da. Və koftanın bu hissəsi o qədər büzməlidir ki, mən də kökəlmişəm. Bu hissəmi lap belə kilolu göstərir. Bilmirəm, bu mənə yaraşdı mı, yaraşmadı mı. Koftanın modeli əslində qəşəngdir.
həm də çox rahatlığı var, materialı, rəngi. Bunu çox bəyənirəm, amma bilmirəm mənə yaraşdı mı yoxsa yox. Mənə elə gəlir ki, mən bu qarın hissəmi olduqca daha da böyük göstərir. Ya gərək belə dayanmalıyam. Dəhşət kökəlmişəm də, yəni. Qızlar, bayır dağılır, küləyin səsindən qorxuram. Bu qapının arasında hava keçir deyə, bir dənə belə qəribə səslər gəlir. Mən də biraz yoruldum, dedim dincəlim. Qızlarla biraz da yazışdım. Mesajlarım var idi, onlara cavab verdim. Və başlayaq təzədən çəkilişə. Qızlar, kofta da belə oturur əynimə. Sadəcə olaraq mənim bu hissələrim biraz artıq məni narahat eləyir. Piylənmişəm əməlli. Kofta belə çox qəşəngdir, oturuşu modeli. Bir dənə bu hissə olmasaydı məndə lap əla ola bilərdi də, yəni. Bu şalvarı isə mən keçənləri Nərimanovdan butikdən almışdım. O qədər xoşum gəlir mənim bu şalvardan. Rahatdır, oturuşu görürsünüz necə qəşəng qalır model olaraq da. Amma arxası belədir. İstəyirəm bu qaraları çıxardım. Belə ağ cins eləyim bu hissəni. Yaxından da göstərim. Ölçü bilmirəm neçədir. Deyəsən M-dir. Ayda, qarın məni əməli kompleksi salır. Çox sadə koftadır. Gündəlik geyinmək üçün əladır. Rahatdır. Material da qəşəngdir. Belə tiftiklənən materiala oxşamır. Xoşuma gəldi. Və belə cinslə, ilə lasinanla da geyinmək olar. Amma ən çox belə cinslə gündəlik üçün çox idealdır da, deyərdim. Mən belə tonları bilirsiniz ki, sevirəm. Özümə də yaraşdırdım bu rəngi. Və indi sizə bilirsiniz nə demək istəyirəm. Mənim ürəyim çox qəribə bir şey istəyir. Sok falan olmamalıdır. Çünki indi içsəm, əməlli qarnım bu boyda olacaq. Amma fikir verirsiniz necə danışarkən. Təngi nəfəs oluram, havam çatmır. Amma marojna istəyə bilərəm. İndi düşürəm marketə və bayır dağılır əslində. Mən bu qədər danışıram, amma ağzım belə qupquru olub, hətta dodaqlarım belə artıq ağrıyır. İstəyirəm biraz başımı qatım. Getdik marketə. Çox qəşəngdir, xoşuma gəldi. Şəkildəki kimi olmasa da, amma xoşuma gəldi. Bu kofta da belədir. Bildiyiniz kimi sadə, adi koftadır, amma çox rahatdır. Yəni bu da gündəlik üçün çox uyğundur. Həm sadədir, həm də ki, belə cinslə həqiqətən də çox qəşəng görsənir. Mən ümumiyyətlə ağ rənglər daha çox yaraşır. Qızlar, bu da mənim sizə dediyim kimi ən sevdiyim koftam. Ən sevdiyim koftam deyərkən hələ heç bir dəfə də olsun geyinməmişəm. İndi etiketini çıxartdım, amma yəni bunu arxa hissəsini elə çox bəyənirəm. Çox qəşəngdir. Qızlar, indi elə bir kofta geyinmişəm ki, məncə bunu hər biriniz bəyənəcəksiniz. Çox
qəşəng koftadır da bu. Və mən belə bir Oxodan şalvar almışdım. Yəqin ki, xatırlayırsınız qızlar. Düşündüm ki, cinsdən də qəşəng gedər, amma belə qara şalvarla daha klassik görsənir. Və bunu da belə tutsam, sizcə necə görsənər? Məncə çox belə abartılı qalmadı, qəşəng qaldı. Baxır hara. Qara çanta da gedər buna. Siz inanırsınız, mən danışıram, təngi nəfəsəm, nəfəs ala bilmirəm. Havam çatmır. Niyə mən belə oldum? Zaten burnuma görə də problem yaşayıram. Çünki burnumla da nəfəs ala bilmirəm. Plus da ki, indi bu tərəfdən bu xəstəlik hava çatmır məndə. Güclə danışıram da, yəni. Sonra baxın, belə bir... Bunu göstərmişdim də, deyəsən sizlərə. Bunu şeydən almışam, Extra Branddən. Və endirimə düşmüşdü 35 manata. Ölçü, deyəsən, böyüyünü götürmüşəm. El, çox böyükdür. Belə necə görsənirəm, qızlar? Ay, yoxşamadım. Çox qəşəngdir, hə? Altdan, yəni altdakı buzqalter deyil, adi belə kropdur. Bu indi çıxardanda göstərərəm sizə. Burada nələr var? New Yorker olsa da Extra Branddən aldıqlarımdır. Hə, lasinlər də göstərərəm sizə. Burada nəsə var, yoxdur. Bunu göstərmişdim sizə. Vadalaskam idi, əynimdə zaten görmüsünüz. Bir də burada həm Ice Baku'dan almışam, həm də bu Extra Brandin yubkasıdır. Bunu bəlkə hədiyyə verəcəm, bilmirəm. 2 dənə də belə bir jaket. Bu da koftadır, amma qalın materialdan. Bunları da geyinimdə qoy göstərim sizə. Bir də baxın belə qəşəng şarf almışam. Qarışıq belə rənglərdir. Əslində çox da istifadə eləmirəm şarfdan, amma düşündüm ki, olsun evdə. Qızlar, bu koftanı Ice Baku'dan almışam. Deyəsən 20 manatadır. Qol hissələri dardır, çox dardır. Amma bu hissəsi belə qəribə belə boşluğu var. Sanki buradan boş, buradan dar. Amma belə materialı qəşəngdir. Hətta zamakına qədər qəşəngdir. Yəni keyfiyyəti çox yaxşıdır deyərdim. Bunu belə də eləmək olar. Belə vadalaska kimi elədim. Yaraşdı ancaq, hə? Bir də bu kofta qalan yun kimidir. Məni didmədi, necə deyil, yemədi dərimi. Çox qəşəngdir. Bunu da deyəsən 25 manat almışdım Ice Baku'dan. Və bu lasina isə Extra Branddən. Parıldayır. 2 rəngini götürmüşəm bunun. Gərək bir dənə ogi alım özümə. Bu lasinlərin qiyməti isə 10 manatdır. Bu tişörtü gərək mən belə qısaldım. Çünki çox uzundur. Körluyur belə uzunluğu. Məncə belə olmalıdır. Yoxsa ki, gəlib burama çatır, o da platiyə oxşuyur tişörtdən çox. Deməli, qızlar, mən 3-də deyəsən oxuyurdum. Anam mənə eynən belə materialdan kalqotka almışdı. Hətta onun parıltısı bundan bir 20 dəfə artıq idi. Dəhşət parıldayırdı da. Və rəng olaraq da bundan da açıq idi. O qədər mənim xoşuma gəlirdi o kalqotkanı mən geyinib məktəbə gedəndə. Anam əslində onu mənə belə gəzmək üçün almışdı, amma mən hərdən bir belə məktəbə geyinirdim. O qədər xoşum gəlirdi. İnanırsınız, bu lasinanı görən kimi o kalqotka yadıma düşdü. Sırf yəni ona görə almışam bu lasinanı.
Oy, çox yoruldum. Bilmirəm videonun ardını gətirim, yatım, yoxsa ki sabahları durum, təzədən ardınımı çəkim videoların. Əslində geyimlər orada çoxdur. Amma həqiqətən yorulmuşam qızlar. Saat artıq 4-dür. Qızlar, mən artıq çox yoruldum. Mehdi də səhər durub şoka düşəcək ki, buralar nə gündədir. Gecəniz xeyrə qalsın. Yeni bir kofe hazırlamışam. Çimdim. Saçımı biraz ukladka elədim. Burada dünəndən qalan geyimlərdir. Bəzilərini göstərə bilmədim sizə. Çox gec oldu, yorğun idim, yatdım. İndi bu kofemi içirəm. Ondan sonra davam edirik çəkilişə. Bu kropları göstərim. Bunu Ekstra Brenddən almışdım. 5 manata. Belə bir qarın yığan, istədiyim kimi nəticəni vermədi. Bilməm, istəyən olsa verə bilərəm. Bunu birazdan göstərərəm və bir də belə bir qalın lasina var. Bunun qiyməti 15 manata. Ayaqları da belədir. Və burada 2 ətək var. 20 manat budur, bu da 20 manat idi deyəsən. Bunu daha çox bəyənirəm. Hətta çox xoşum gəlir bundan. Excel olmağına baxmayın, yəni yalançı ölçüdür, M-dir bu. Son bir də belə bir lasin almışdım. Bunu bilməm göstərmişəm yoxsa yox, hansı ki ayaq barmağa keçir. Bunu sizə zaten göstərmişdim, amma göstərəndən sonra da açıb istifadə eləmədim. Elə qaldı bağlı formada. Klaçdan çox xoşum gəlir də. Xüsusən də bu materialı. Bunu da deyəsən göstərmişdim. Kepka. Terranova'dan almışam bunu. Və bir də bu ayaqqabıları da deyəsən mənim bir vlogum var. Yeni ilə bağlı. Onu da göstərmişəm. Yoxsa deyirəm də qatıb qarışdırmışam bütün videolarımı. Qızları belə bir kropdur. Çox xoşuma gəldi, çox qəşəngdir, rahatdır. Kepkam budur, amma elə bilirəm ki, bu hissəsi çox böyükdür. Bir ara, mən onda heç sosial şəbəkəm yox idi. Mən necə belə geyinirdim? Kepka, krasovka, ketalar, nə bilim. Amma indi o qədər də həvəsim yoxdur bu stilə. İndi heç demək olmaz da Ekstra Brenddən 20 yoxsa 25 manatdan almışam. Bu da qarnım körlüyor. Qızlar, bu yubka da belədir. Amma yox, bunu ayaqları yemişəm deyə qarnım 2 təndir çörəyi yedim, yəni kalbasa qoyub arasına. Ona görə biraz qarnım çıxır. Həm də su da içmişəm, nə qədər bayaqdan. Bunu yox, bunu nəsə, elə bilirəm o deyil, yekədir mənə. Bir ölçü zaten böyükdür. Bu kürkümü də siz görmüşsünüz əslində əynimdə. Amma mən sizə göstərməmişdim. Ümumiyyətlə çox yazırdınız ki, günlərini almışsansa göstər və bunu göstərirəm. Ayzbakudan almışam. Qiyməti isə 45 manatdır. Çox rəngləri var idi, amma mən bu kapuçino rəngini götürdüm. Çox sadə, qəşəng tondadır bu. Mən bunu daha çox bəyəndim. Və ən çox da bunu niyə görə almışam, onu da deyim. Qapqara geyinim və bir dənə üstdən bu. Gözümün qabağına belə canlandırıb almışdım. Çox da qəşəngdir, xoşuma gəlir. Əsas odur ki, tükləri coddaşmır, dolaşmır. Çox da qəşəng isti saxlayır. Yəni, bu isti saxlamağına söz ola bilməz. İçi belə dublonkadır. Qiyməti də yəni əladır da, 45 manata. Onu da görmüsünüz. Ekstra Brenddən almışam. 35 manata. Yəni, endirmə düşüb 35 manata.
Bunun iki növü var idi. Biri belə varatniksiz, sadəcə bu hissəsi belə düz. Onu da çox bəyəndim, amma bu daha elə bir şarmlı göstərir. Çox qəşəng isti saxlayır. Qızlar, bu paltonu da Ice Baku'dan almışam. 75 manata. Çox az geymişəm, amma bu hissəsi biraz diftiklənib. Əybi yox. Aparat var məndə, təmizləyərəm. Rəngi çox qəşəngdir. Sırf belə rənginə görə və bir də modelinə görə. Çox, yəni bəyənərək aldım bunu. Sadə model olduğu üçün və dediyim kimi uzunluq, bir də rəngi çox gözəldir də. Arxadan da belə razrezi var. Astarı da belədir. Səliqəlidir. Sadəcə olaraq biraz tiftiklənir. Yəni 77 manat deyəsən. Yəni qiymətinə görə əladır. Bağlamağı sevmirəm. Xüsusən də bunun uzunluğunu çox bəyənirəm. Zar tutalım ki, bunu belə bir kurtqana geymişəm. Çox soyuq olarsa, belə üstündən atmaq da olar. Belə də çox qəşəng qalır. Buradan deməli, hər şeyi göstərdim. Bircə bununla bu qalıb. Bunu ən axırda göstərərəm. Baxaq, görək burada nə var. Aha, ayda. Bunlar lap yadımdan çıxıb. Dolu deyir. Bunu yəqin ki, bu günləri yox, başqa vaxt göstərərəm sizə. Bunları yayda almışam. Hələ yay təzə girmişdi hətta. Bunu New Yorker'dan almışam. Bu belə bir yubqadır. Extra branddən almışdım. Bunu da deyəsən 20 manata. Bir belə. Bunu bir dəfə giymişəm. Bunu çox bəyənirəm. Səliqəsi çox qəşəngdir. Tikilişi falan xoşuma gəldi. Cibi astarına qədər. Zara modelinə oxşuyur. Bunda deyəsən bunda 15 manat almışam. Və bu paltarı, hə, bunu da Extra branddən almışdım yayda. Çox qəşəng yaraşırdı mənə. Amma mən bu şortiki də oradan çox bəyənirəm. Bunu ən çox cins şalvarla geyinəcəm. Rəngi əslində çox qəşəngdir, korичневый. Yubqadakı, nə bilim, ay qızlar. Bir pəncəyim var Oxodan. Bəlkə onunla şən qalar. Kombinləyərəm. Bu koftanı çox bəyənirəm. Tikilişi də qəşəngdir. Ölçü ST. Rəngi çox gözəldir bunun. Qızlar, dözmədim, sizlər üçün geyindim koftamı. Qızlar, bu koftanın qəribə bir görüntüsü var. Sanki əbi ki, buradan belə qarın göstərir. Amma baxın. Görürsünüz belə. Hətta yıxsam belə olar. Amma bu hissədən elə bir ki, qarınlı göstərir. Niyə bilmirəm. Nəsə mən bu koftanı deyəsən bəyənəsi olmadım. Elə birəm yaraşmır. Və burada Stradivarius'dan aldığım bir koftiçka var. Onu da göstəreyim. Qiyməti 50 manat. Göstərəcəm əynimdə, baxarsınız. Ölçü olaraq kofta belədir. Və indi deyəcəksiniz ki, bu nə əlaqə? Bilmirəm, göstərmişdim bunu sizə, yoxsa yox. Mən bunu Sumun yanında bir No Limit belə parça mağazası var. Oradan almışdım. Bu boydasına deyəsən 20 manat pul ver. Hə, 20 manat vermişdim. Bu illəri çox belə əməlli dəbəm indi, belə örtüklər. Stradivarius'da da görmüşəm, Zara'da da görmüşəm. Cins şalvarın üstündən geyinirlər. Hətta bundan da uzunları var. Amma bunu isə mən özüm
belə düzəltdirdim. Dərziyə də verdim. Ətəyini belə hissəsini düzəltdim. Hətta koftanla da biraz uyğunluğu var. Nəsə xoşuma gəldi. Ayda başım necə gicəllənir. Bu xəstəlik, qızlar, bu xəstəlik məni əməlli pis günə qoyub. Hətta artıq ikinci sistem idi. Baxın orada. Sistem idi ki, mənə qoşdular. Yəni ikinci sistemdən sonra düzəlmişəm. Amma bilmirəm, kosmetikada biraz rəngim zadım özümə gəlmiş kimi görsənə bilər, amma elə deyiləm. Mənim ən çox əsas problemim nəfəs almaqda çətinlik çəkirəm. Nəfəsim darlaşır, hava ala bilmirəm. Cümləni axıra qədər qoşa bilmirəm, çünki təngi nəfəs oluram. Hava almaqda çətinlik çəkirəm. Bilmirəm necə olacaq, hətta halsızlıq verir mənə. Deyirəm, bunları göstərim sizə, ondan sonra yatacağım. Və artıq bu şeyin üstə düşməliyəm, nə günə də qalmışam. Neysə qızlar, baba belə qalır. Mənim xoşuma gəldi. Havalar düzəlsə geyinəcəm, amma daha biraz bağlı kropla geyinərəm. Orada nə var? Gəlin bunu da göstərim bir dəfəlik. Siz də rahat olun, mən də geyimlər olmalıdır deyəsən. Aha, Waikiki'dən şalvar yadımdadır. Bu isə Kalyofdan. Ayda, hə. Gör nə vaxt, Allah haqqı, mən bunu sizə göstərim nə vaxt aldığımı. Deməli, Waikiki'dən almışam, ayın neçəsi? Noyabrın 5-i. Mən şalvarı 36 manat almışam. Bunu isə deyəsən eyni vaxtda almışam. Hə, eyni vaxtda. Qızlar, bu şalvarı geyindim. İndi qırışdı. Çünki sərmişdim. Bu şalvarı da mən Extra Branddən almışam. Oturuşunu çox bəyənirəm də. Sən də bu indi belə qırışdı. Yaxşı görsənməyə bilər. Təbii ki. Doğrudan çox pis görsənir. Şalvar çox dardır belə hissədə. Təcili bir yerə maraqlamaq lazımdır. Kaftan ən çox da vadalaska olduğu üçün aldım. Bir də çox qəşəngdir. Materialı çox gözəldir. Qızlar, mən elə istəyirdim ki, bu videoları belə pozitiv eləyim. Amma neysə ki, əlimdən gələn budur. Qızlar, bir də belə, baxın. Bu şalvar çox qəşəng, çox xoşuma gəlir. 5 dəqiqə bundan qabaq burada oturub ağlayırdım. Nəfəslə bağlı ki, problemi yaşayıram. Ciddi deyirəm, burada oturub indi toparlandım. Sabahları bəlkə bir həkimə gedib özümü yoxlatdıracağım. Hə, neysə, deyirəm də, çox belə qarışıq bir videolar çəkirəm. Qızlar, o cinsdənsə, elə bilirəm ki, bu kofta belə qara şalvarla daha qəşəng yaraşdı mənə. Kepkasız da qəşəng qalır, düşünürəm. Necədir? Belə də göstərim. Çox belə klasik. Görürsünüz, qızlar, cins şalvarda daha kök görsənirəm. Hətta bu cins şalvarla bu kofta heç yaraşmadı da, deyərdim. Amma belə daha qəşəngdir. Həm də arıq görsəndimi? Həqiqətən, lap darıxdımı belə arıq vaxtlarım üçün? Məncə arıq görsənirəm. Qızlar, özümü heç yaxşı hiss eləmirəm. Əgər sabah alınsa, həkimə gedəcəm. Bu virusdan sonra mən əməlli çökmüşəm. Özümü məcbur edirəm, ya yaxşıyam, amma əslində o deyiləm. Özümü də aldadıram. Bir həftə yataq rejimi yaşadım, əməlli. Amma 5 gündə qızdırma, gün ərzində 3-4 dəfə 38, 39. Ancaq özümü necə sağaltdım deyim. Paracetamol, paraferin, bunlarla qızdırmanı salırdım. Başqa da ki, heç nə eləmirdim. Son günlər 2 dəfə sistem elədim. Birincisi mənə təsir eləmədi, ikincisi bir başqa sistem oldu. Ondan ayağa qalxdım, amma o deyiləm. Beynim o deyil, bilmirəm, çox belə qəribə pis. Ağrı yoxdur. Halsızlıqdır, amma bir də qəribə özümü pis hiss edirəm. Sadəcə bu durumdan qurtulmaq istəyirəm.
salmaq istəyirəm. Bilmirəm, səhər Mehdi gəlsə, sadəcə indi ona yazacağam ki, xahiş edirəm səhər gələndə, çünki o geyimləri var, yuyulmalı idi. Mən bunları çəkdim, onları da çəkməli idim. Çünki o bilir ki, hamısı qalmışdı burada. Nə geyinə bilirəm, nə pəncərənin ağzı dolu, əsəb, o da əsəb olurdu ki, adi bir dənə siqaret çəkmək istəyir, pəncərəni aça bilmirdi. Ev dolu yük, bütün ağırlıq var idi. İndi də bunlar ortada, indi də Allah bilir mən bunları nə vaxta yığacağam. Mən çox belə dəhşət rahatlığıma bağlı bir insanım, amma buna rahatlıq da deyilməz. Yəni öz keyfimlə nə vaxt istəyirəm yığışdırım eləyim, amma bu çox belə negativlik gətirir mənə, onun da fərqindəyəm. Toparlanacağım. Coviddə belə mən sistemlə toparlanmışdım bir günə. Ondan sonra bir dəfə əməliyyatım olub, onu da yüngül keçirmişəm. Yüngül deyərkən ağır bir əməliyyatım olub, lakin çox belə tez toparlandım. Neysə qızlar, hələlik burada videonu sonlandırıram. Əlbəttə ki, bu videonun ardını gətirəcəm.